İzləyicilər, bugünkü mətbəximiz yenə Meksika mətbəxtinə. Bu səf salat olacaq. Deməli, belə deyək, salatın adı olacaq toyuq salatıdır. Toyuq salatı biberli, tərəvəzli. Azərbaycan perovodu belədir. İlk öncə toyuğumuzun döşür belə nazik doğramışıq. Və buna pereprava, meksikanski perepravadır. Meksika sayadı pereprava. Yarım vururuq. Toyuğumuza yediziririk, qəşəng sürtürük. Sonra tuzumuzu vururuq. O yüzden də eyni qaydada perepravamızı vururuq. Toyuğumuza vuranda rəngin bu qaydada eləyir. Sonra tuzumuzu vururuq və kərə yağında bunu qızardacaq. Yağımız artıq hazır. Toyuğumuzu da atırıq. Qızardırıq. Toyuğumuzu çevirək. İlk önce biberimizi doğrayırıq. Sonra xiyarımızı doğrayırıq. Ve burada bizim icebergimiz var. Ve doğrayırıq. Ve burada bizim 2 dənə avokadomuz var. Biz bundan soğuz hazırlayacağıq. Avokadomuzun qabını soyup doğrayırıq. Avokadomuz doğranıb hazırdır. Ve buna tökürük bir banka yağ. Düştükten sonra üstüne petruşkanı koyuruq. Ve üstüne bir dənə limon sıxırıq. Sonra üstüne zeytinyağı tökürük. Biraz zeytinyağı əlavə etdik. Ve sonra blenderdən qarışdırırıq. Sosumuz artık hazır.